Salam kanalımızın əziz izləyiciləri. Bugünkü dərsimizin mövzusu təkmənalı və çoxmənalı sözlərdir. Təkmənalı və çoxmənalı sözləri öyrənmək üçün, yaxşı mənimsəmək üçün əvvəlcə istəyirəm ki, sizə sözün həqiqi və məcazi mənası haqqında danışam. Ondan sonra çoxmənalığa, təkmənalığa keçərik. Sözün həqiqi mənası nədir? Sözün həqiqi mənası ilkin ifadə etdiyi, yəni əsas mənadır. Həqiqi mənaya bir də dominant məna deyilir. Dominant. Dominant nə deməkdir? Üstün deməkdir dominant. Yəni üstünlük təşkil edən mənası sözün. Məcazi məna isə həmin əsas mənadan, yəni bu dominant mənadan törəyən mənalardır. Deməli, dominant mənadan törəyən mənalara deyilir nə? Məcazi məna. Sözün məcazi mənası iki yolla yaradılır. Biri bənzətmə yoludur. Digəri isə köçürmə yoludur. Bənzətmə nədir? Köçürmə nədir? İndi bu haqda sizə məlumat verəcəyəm. Bənzətmədə bir əlamətin və keyfiyyətin digərinə bənzədilməsi, köçürmədə isə digərinin üzərinə köçürməsidir. Məsələn, bənzətməyə nümunə deyək, qol. Deməli, insanın qolu nədir? Bizim bədənimizin bir əzası, bir hissəsi, bədənimizdən çıxıntıdır. Çıxıntı. İndi ağacın qolu deyəndə, ağacın qolu deyəndə. Baxaq buradakı bənzətməyə. Ağacın qolu insan qoluna bənzəyir sanki. Qollarımız necə ki bizim bədənimizdən çıxıntıdır. Ağacın bir qolları isə ağacın gövdəsindən çıxıntılardır, bənzəyir. Diqqətlə fikir verəndə, yaxud da deyirəm ki, çayın qolu. Çayın qolu deyəndə yenə eyni prosesdir. Çayın qolu deyəndə, çayın qolu da bir o ana çay var da, yəni öz yatağı ilə axan, bir də qıraqda kiçik xırda şəkilli axlar şəklində axıntılar var da, onlar deyirik çayın qolu. O da yenə görürsünüz, insanın qoluna bənzədir. Yəni əsas axan çaydan bir xırda bir qollar ayrılır. Bənzədilib. Yaxud köynəyin qolu. Köynəyin qolu insanın qoluna bənzədilibdir. Yəni, buradakı köynəyin qolu olmur. Təbii ki, ağacın qolu olmur. Çayın qolu nə? İnsanın qolu olur. İnsanın qoluna bütün bunlar bənzəyibdir. Deməli, bənzətmə yolu ilə yaratmışıqmı məcaziliyi? Köçürmə yolu ilə isə bayaq dedik ki, bir əlamət və keyfiyyətin digərinin üzərinə köçürülməsi. Məsələn, deyək ki, təbiət gülür. Təbiət gülür deyəndə, təbiət təbii ki, gülə bilmir da. Gülmək kimin xüsusiyyətidir? İnsanın xüsusiyyətidir. Deməli, insanın xüsusiyyətini təbiətin üzərinə köçürmüşük. Deyirik ki, buludlar ağlayır. Bir bayatımızda var idi, əzizim, ulu dağlar, çeşməli, sulu dağlar. Burada bir qəribə ölmüş, göy kişnər, bulud ağlar. Baxın, buradakı bənzətmə, köçürməyə. Göy kişniyə bilməz. Nə kişniyər? At kişniyər. Bulud ağlaya bilməz. Kim ağlayar? İnsan ağlayar. Deməli, atın xüsusiyyətini göyün üzərinə köçürübdür. İnsan xüsusiyyətini isə buludun üzərinə köçürməklə məcazilik yaradıbdır. Deməli, bənzətmə və köçürmə yolu ilə məcazilik bu qədər. İndi məcaziliyin çoxmənalı sözlə nə əlaqəsi var? Sözün elə birbaşa əlaqəsi var. Dolayı yolla yox, birbaşa əlaqəsi var. Elə məcazilik çoxmənalılıq deməkdir. Deməli, söz əgər bir mənası, sözün əgər bir mənası varsa, digər mənalar tapa bilmiriksə, onunla əlaqəli. Bu söz olur təkmənalı söz. Məsələn, deyək ki, parta sözünü. Parta sözü fikirləşirik, başqa mənada tapa bilmirik. Bir məktəbdə istifadə olunan, oturduğumuz partada. Deməli, başqa mənası yoxdur. Belə söz, necə belə sözlər olacaq? Tək mənalı, yəni bir dənə mənası var, başqa mənası yoxdur. Çox mənalı sözlərdə isə, bayaq dedik, bir dominant mənadan, yəni bir əsas mənadan müxtəlif mənalar törüyür. Məsələn, məktəb sözünə baxaq. Məktəb. Məktəb nədir? Təhsil aldığımız bir müəssisə, elm ocağı, hər hansı bir idarə, bina. Amma desək ki, nizami məktəbi
Nizami məktəbi varmı? Yoxdur. Nizami sadəcə olaraq Nizaminin o ədəbi irsini, Nizami ənənələrini yaşadanlar var. Yəni onun təsiri ilə yazıb yaradan. Yəni bir məktəb qoyubdu. Nizamidən öyrənənlər var. Biz necə ki məktəbdə gedib öyrənik, Nizamidən də öyrənik. Deməli ki, bu bir məktəb qoyubdu. Yaxud da ki deyək ki, həyat məktəbi. Həyatın məktəbi varmı? Yoxdur. Həyat məktəbi yoxdur. Biz məktəbdə öyrəndiyimiz kimi həyatdan da nələrisə öyrənirik. Elə həyat özü ən gözəl məktəbdir. Deməli, bunun da bir öyrədici xüsusiyyəti var. Deməli, əsas məktəb öz xüsusiyyətini həm də buna verir. Yəni, xüsusiyyət götürübdür da. Hər hansı bir xüsusiyyəti götürür məcazillik vaxtı. Məcazillik yaranan zaman. Deməli, bu oldu nə? Məktəb sözü, deməli, necə mənalı söz olacaq? Çox mənalı söz olacaq. Çünki ondan bir neçə, bu siyahını uzada bilərik də, bir neçə ona bənzəyən sözlər yarandı. Amma məcazi mənalı sözlər. Bu sözlər olur çox mənalı sözlər. Çox mənalı sözlər yadınızda qalsın ki, eyni nitq hissəsi ilə bağlı olduğu üçün çox mənalı sözlər eyni nitq hissəsi olurlar. Yəni, məktəb sözü ilə bağlıdır, bununla törəyibdir. İsimdir, isimdən törəyənlər təbii ki, isim olacaqdır. Sifətdən, əgər sifətdirsə, sifətdən törəyən sifət olacaqdır. Çox mənalı sözlər dedik ki, məna yaxınlığı mütləq olmalıdır. Nə ilə? Törədiyi sözlə. Əgər məna yaxınlığı yoxdursa, həmin sözləri biz çox mənalı götürə bilmərik. Bax, məsələn, üz deyən kimi, üz. Bizim ağlımıza nə gəlir? Bir insanın üzü, insanın üzü. Sonra nə gələr ağlımıza? Nə gələr ağlımıza? Üz deyəndə. Çayda üzmək, çayda üzmək. Bir də deyirəm ki, ağacdan alma üz. Ağacdan alma üz deyirəmsə, dərmək mənasında, yazaq dərmək mənasında. Baxırıq biz buna. Hərəsi bir leksik məna ifadə edir. Biz buna çox mənalı söz deyə bilərikmi? Deyə bilmərik. Hər birinin özünün müstəqil mənası var. Amma məktəb sözünə baxaq. Nizami məktəbi, həyat məktəbi deyəndə başqa şey başa düşürük ki, yeni məktəb başa düşürük də, sadəcə olaraq məcazi mənada başa düşürük. İnsanın üzü deyəndə də bir şey başa düşürük. Çayda üzmək deyəndə başqa bir şey anlayırıq. Dərmək deyəndə hər birinin bir leksik mənası var. Belə sözlərdə biz çox mənalı yox. Homonim deyəcək. Amma insanın üzü, desəm ki, südün üzü, yaxud da desəm suyun üzü, nə bilim, kitabın üzü, dəftərin üzü, bu olacaq, bəli, çox mənalı. Çayda üzmək həqiqi mənalıdır. Məsələn, bunu çox mənalı deyə bilərəm. Deyərəm ki, xəyallarım suda üzdü. Üzür. Yəni, artıq getdi də, qovuşmadım. Oldu çox mənalı, oldu. Dərməyi deyirəm ki, üzmək mənası. Deyirəm, əlimi səndən üzmüşəm. Burada da, yəni bu sözlərin hər birinin çox mənalılığı da var, amma özləri çox mənalı, yəni bunlar öz aralarında çox mənalı deyil. Hər biri çox mənalı sözdür, onun öz çox mənalılığını, məcazi mənalılığını tapıb deyirik. Amma bunlar özləri öz aralarını görürsünüz, nömrələmişəm, 1, 2, 3, bunlar homonim sözlərdir. İnşallah növbəti dərsimizdə homonim sözlər haqqında da sizə bir dərs videosu çəkəcəyəm. Onda homonim sözlərlə çox mənalı sözlərin fərqini də izah eləyərik. Onda daha yaxşı mənimsəyərik dərsimizi. Sizin də bu mövzumuzla, yaxud da ki, digər mövzularla bağlı hər hansı bir suallarınız yaranarsa, yaxud da ki, test edirsiniz, testdə hər hansı bir qaranlıq məqamlar var, başa düşmədiyiniz, onlarla bağlı bizə yaza bilərsiniz, suallarınızı ünvanlaya bilərsiniz, hər hansı bir mövzunu çəkməyimizi, video çəkməyimizi istəyərsinizsə, öz təkliflərinizi irəli sürərsiniz. Biz də məmnuniyyətlə sizin qulluğunuzda hazırıq. Kanalımıza abunə olmağı, izləməyi və bəyənməyi də unutmayın. Sağ olun. İnşallah növbəti dərslərimizdə görüşərik.